Luma müəllimə, denən görüm çengər verstakının hissəsini. Metal karkası var. Sonra alətlər üçün yeşiyi var. Qoruyucu tor ekranı var. Məncələsi. Üst qapaq. Stol-üstü qapaq. Bəli, oldu. Deyin görək məncələnin iş prinsipi. Deməli, məncələnin iş prinsipində fazla yerləşdirilirdi. Saat əqrəb istiqamətində fırladırdıq. Məncələnin iş prinsipi pəsta məncələnin dodaqları arasında bərk edilir və dəstək hərəkət edir ki, burada da hərəkətli dodaq hərəkətsiz dodağa doğru gedir və nəticədə nə baş verir? Pəsta sıxıldığına dəqiq əmin olduqdan sonra emal olunur. Məncələnin hissələrini deyin. Hərəkətli dodaq, hərəkətsiz dodaq, dəstək. Bir də sıxıcı. Dayaq çarpısı, link. Səslər bağlayın, zəhmət olmasa. Sülhə müəllimə gəlsin. Sülhə müəllimə deyin görüm məncələnin hissəsini, daha doğrusu məncələnin hissəsini deyin elə. Məncələnin hissələri deməli viddir, hərəkətli dodaq, hərəkətsiz dodaq, dayaq çarpısı, dəstək. Bəs çengər verstakının? Çengər verstakının deməli metal karkasdır, sonra stol üstü qapaqdır, qoruyucu tordur, ekrandır, məngənədir, alətlər üçün yeşikdir, bir də oturacaqdır. Əla. Yaxşı olar ki, bu ardıcıllıqları, yəni hissələri ardıcılı öyrənəsiniz. Misal sabah deyə bilər ki, 5-ci hissə nə idi? Oldu. Əla. Məncələnin iş prinsipində deyin. Məngənənin iş prinsipi deməli pəsta məngənənin dodaqları arasında yerləşdirilir, saat əqrəb istiqamətində fırladılır. Sonra işlək hissə hərəkət edən dodaqlar arasında sıxılır. Etibarlı bərk edildiyinə əmin olduqdan sonra emal edilirdi. Aysel müəllimə görüm. Çengər verstakla kombinə edilmiş verstakın fərqi nədir? Orada yeşiklər üçün alət kutusu var. Yox, alətlər üçün yeşik fərqi var. Kombinə edilmiş də var. Yoxdur. Kombinə edilmiş də yoxdur. Çengər verstakında var da. Bəli. Hə. Daha sonra. Səsim bağlıdır. Sağanağın formalarını gətirin Aysel müəllimə. Sağanağın forması 4 cürdür. Dairəvi, prizma, künclü, bir də fiqurludur. Dünən Sevinç müəlliməyə sual düşməyib. Sevinç müəllimə var, yoxdur. Məxmər müəlliməyə dünən sual düşməyib. Qələndərova, buradadır. Bəli, buradayım. Görək sizi. Kameranı aça bilmirəm. Sual verin deyim. Sağanağın formalarını deyin. Dairəvi, fiqurlu, künclü, bir də prizma şəkli. İş prinsipi məncələnin. Deməli, ilk öncə pəstaq məngənin dodaqları səviyyəsi arasında yerləşdirilir, sadə qəlb istiqamətində olmaqla hərəkət etdirilir, sonra vintlər sıxılır, ən sonda etibarlı bərk edildiyinə əmin olduqdan sonra isə pəstaq emal edilirdi. Düzəltilmək üçün nələr lazımdır bizə? Düzəltmə lövhəsi, məftil, bir də xətt keçintili. Bu da aralıqlardan sızan və işıqların uzunluğuna görə qoyurdular keyfiyyətinə. Buyursun, Güllü müəllimə. Güllü müəllimə. Buradasınız. Güllü müəllimə desin ki, düzəldilmə prosesi nə cür yerinə yetirir? Ardıcıl nə var onu deyin. Birinci əvvəlcə təmizlənir, çirkdən, tozdan, sumbata kağızı və cilalayıcı qəlb vasitəsilə təmizlənir. Sonra düzəltmə lövhəsi üzərinə qoyulur. Sol əlcək və əllik geyinilmiş sol əllə tutulur, çəkiş zərbələrlə endirilir. Sonra isə onun qabarıq hissəsi üstə olmaq şərti ilə qoyulur. Kənardan mərkəzə doğru döyəclənir. Nazik yumuşaq. Məftil.
Yox, vərəqi deyirsiniz, yoxsa məftil deyirsiniz? Yox, nazik, yumşaq. Deməli ki, məftildən danışırdım. Təbəqənin düzəlməsi. Yumşaq məftili düzəltmək üçün cərgə ilə, taxta üzərinə cərgə ilə keçirilmiş mismarlar arasında məngənənin dodağında yerləşdirilmiş iki tircik arasından bir də dairəvi sağanağın ətrafında dartmaqla, dartma üsulu ilə düzəltmək olar. Deməli, mismarların arasını çəkməklə iki tirciyin Məngənədəki arasında. tircik, bir də dairəvi sağanağın Müəllim, nə hansı ətrafında. sağanaq dediniz? Silindrik. Yerdən nə olur olsun yerdən danışmayın. Çünki mən özüm düzəldirəm, yoxsa əks halda qarışıqlıq olacaq. Aha, silindrik sağanaqdır, bəli. Bəs deyin görək düzəldilmənin keyfiyyəti nə ilə yoxlayırıq? Düzəldilmənin keyfiyyətini yoxlamaq üçün düzəltmə lövhəsi üzərində nazik metal məftil və yaxud təbəqəni qoyuruq, xətkeşin pilini onun üzərinə qoyuruq. O hər hansı aralıqdan sızan işıq selinə görə dəqiq eləyirik ki, nə qədər düzəltmişik, keyfiyyəti necədir. Oldu. Gəlsin, Əfqanə müəllimə var? Yoxdur. Yeganə müəllimə. Yeganə sentyabr. Sentyabr müəllim buradadır. Gördüm axardasa. Yeganə müəllimə. Deyin görüm. Nazik, yumuşaq təbəqənin təbəqə düzəldilməsi. Taxta tirciklə, yox, təşizlə döyəklənir, kənardan mərkəzə doğru. Taxta tirciklə hamarlanır. Sağ olur müəllimə. Bəs desək ki, qalın məftil. Qalın məftil lövhə üzərində çəkizlə döyməklə, bir də yumru ağız şərbətinlə düzəltmək. Yastı ağıza yumru deyirik. Bəli, yastı. Çünki yastılanır. Çəkic vururuq, yastılanır. Yaxşı. Bəs desək ki, təhlükəsizlik qaydalarından danışaq ki, Təhlükəsizlik qaydaları deməli, məftilin iki kənarlarından gözlərimizi, əllərimizi qorumalıyıq. Yalnız əlcəklə işləməliyik. Bir də ki, orada nə var idi? Metal təbəqəni və məftilin kənarlarını zədələmədən qorumalıyıq. Yaxşı. Bəs desək ki, artıq bir məmulat var, əlimizdə metaldır. Düzəltdik. Düzəltdikdən sonra onun üzərinə nişanlama aparılır ki, bu da nə vasitəsilə olur? Orada stəkandır, şeydir, nədir, nişan pərgahdır, çerneldir. Sonra nə var idi? Buzaqlıq idi. Metal xəttkeş. Metal xəttkeş. Sentyabr. Hə, oldu. Yeganə müəllimə, gəlin, dekabr. Aha, bir dəqiqə adınızı yazım. Deyin görək, düzəldilmənin keyfiyyətini yoxlamaq üçün bizə 3 dənə nə lazımdır? Düzəldilmənin keyfiyyətini yoxlamaq üçün bizə məftil, düzəltmə lövhəsi və xətkeşin pili. Əla. Keçək. Deyin görək, metalın səthini çirkdən, pastan təmizləmək üçün nədən istifadə edirik? Sumbata kağız, cilalayıcı qəlib. Əla. İti kənarlar? Xırda kəslikli yeyə. Yaxşı. Ensiz metal zolağı nə vasitəsilə əyirlər? Yastı ağız, yumru ağız, kəlbə. Düzdür. Ensiz zı, yastı ağız zı, yumru ağız zı. Yumru dodaq düşər birdən. Dodaq, indi eşitməyən müəllimlər deyirəm. Dodaq yoxdur. Çünki yastı, ensiz varsa, zı hərfi varsa, hər ikisində qarşılığında zı olacaqdır. Deməli, gəlsin dərsimizə baxaq. Nuranə müəllimə var? Nuranə Xaçmaz. Nuranə müəllimə var? Yoxdur? Buradayım. Aha. Deyin görüm. Burada bir cümlə var. Hər dəfə mən bunu dərsdə əzbərə soruşuram. Çünki 3 fərqli sual kimi düşə bilər. Elastikdir, plastikdir, böyük bucaq, kiçik bucaq, az açıq açılır, çox açılır. Bəli, elastik polad idi orada. Sonra azacıq açılır və böyük bucaq altında əyirlər ki, bilərəkdən o əyildikdən sonra azacıq açılır deyə bilərəkdən böyük bucaq altında əyirlər. Düzdür. Bəs desək ki, burada hansı sağanaqlardan istifadə etməklə əymək olar? Silindrik sağanaqlardan. Sağanağın növləri hansılar idi? Düzbucaqlı, Dairəvi, prizma şəkilli, fiqurlu, bir də künclü.
Bu sağlanan formalardır. Amma desək ki, hansı forma olan məmulatları müvafiq formada əyirik, yəni hansı sağanaqlar desə, deyəcəksiniz ki, düzbucaq, uçbucaq, bir də ki, dairəvi. Bəli. Deyin görək, təmizlənəcək səth məncənənin dodağında necə yerləşdirilir? 5-8 millimetr hündürə çıxmalıdır. Əyiləcək? Təmizlənən səth, bəli. Yox, onu başa düşdüm. Əyiləcək səth necə yerləşdirilir? Deyək ki, mən 5-8 millimetr hündürə çıxmalıdır. O təmizlənəcək səthdir. Təmizlənən səthi dedik ki, məncənənin dodağından 5-8 bir dəqiqə mesaj gəlmişdi. Aha, demişdi ki, 5-8 millimetr olmaqla hündürdə. Amma itik deməli nişanlama görsəz, məncənənin dodağından eyni səviyyədə olur. Bilmədim. Yaxşı, gəlsin Hicran müəllimə. Müəllimlər, indi deyəcəksiniz, dünəndən qalmışam, amma baxıram, adlara baxıb təsadüfi olaraq qeyd edirəm, sonra bu sıranla da gedəcəm. Hicran müəllimə, deyin görək, baxın, bu keçən dəfə deyəsən sizin dərsdə idi, mən bunu vurğulamışdım dəfələrlə. Dedi ki, nişanlanacaq səth məncənənin dodağından dedi eyni səviyyədə olur, düzdür? Sizcə burada taxta tirciyə zərbə vurulur, yoxsa pilləli tirciyə zərbə vurulur? Yox, orada taxta tirciyə zərbə vurulur. Bəli, bəs pilləli tircik harda var idi? Pilləli tircikdə var idi, bir-birinə keçiriləndə onlar bir-birini bərkitmək, keçmək üçün. Sağ olun müəllimə. Yəni qatlama tikişində, düzdürmü? Bəli, qatlama tikişində. Onlarda tilişkələr onları bir-birindən çıxmağa qoymadan bərk yapışır. Çıxıntı. Sağ ol müəllimə, sağ olun. Afərin. Bəs desək ki, metalın, bax bu əlim mənim metal üstü. Metalın üstünü nə ilə təmizləyək? Bu kənarlarının nə vasitəsilə təmizləyək deyin gör. Metalın üstü sumbata kağızı ilə təmizlənir, kənarları isə yeyə vasitəsilə. Xırda kərtli yeyənə. Xırda kərtli yeyə vasitəsilə. Çiçək kimi. Sağ ol Hicran müəllimə. Gəlsin. Tamam müəllimə. Gəlirəm. Dünənki müəllimlər. Ürəyiniz sıxılmasın. Tamam müəllimə desin ki, 90 dərəcə bucaq altında əymək üçün hansı sağanaqdan istifadə edirik? Tamam müəllim, buradasınız? Böyük bucaq altında. Yox, deyirəm 90 dərəcə bucaq altında əymək üçün hansı sağanaqdır? Dairəvi sağanaqdır. Dairəvi sağanaqdır. Şablon hansı materialdan oldu? Əsasən şablon kartondan, plastik kütlədən, bir də kağızdan. Sağ ol müəllimə. Bəs deyin görüm, həncima və cəftə kimi detalları tez əymək olur? Əymə tərtibatında. Bəli, əymə tərtibatı. Əla oldu. Bəs desək ki, indi düzəldilmənin keyfiyyətini nələ yoxladıq? Düzəldilməni. Şablonla yoxlamışlar. Bu əyriliğindir. Əyrilik, bax, onun istədiyimiz formada əymişik yoxsa yox, bu şablondur. Düzəldilmənin bəs. Bundan əvvəlki mövzuda. O işıq düşməyi deyirsiniz. Bəli. İşığın düşməsinə əsaslandırılır da. Yəni əsas odur ki, onun tam dəqiq olması üçün işıq düşürsə, deməli düzəlir. Başa düşürəm. Məftilin üzərinə nəyi qoyub yoxlayırdıq belə işığı? Nəyi qoyurduq? Bu məftilin üzərinə nəyi qoyub yoxlayırdıq ki, işıq görünür sızır yoxsa yox? Düz olmasını yoxlayırsa, xəttkeşdə xəttkeşi qoyub yoxlayıram. Xəttkeşin köməyi ilə. Hə. Səbinə müəllimə gəlsin. Bəli, mən. Leyvə olar sual verim, yoxsa ancaq bu dərsdən olsun? Verin. Verməyim. Öz dərsinizə qalsın. Qatlama tikişinin ardıcılığını gətir. Yadınızdan çıxmayıb mənim var. Qəti həmin günü təzyiqimi salmışdınız. Qatlama tikişində əvvəlcə təbəqələri 90 dərəcə bucaq altında, deməli 6-8 millimetr əyirlər. Sonra təbəqələri çevirib, deməli, sonra təbəqələri çevirib 2-3 millimetr olmaqla qatlayırlar. Sonra başlayırlar pilləli zərbələr endirməyə. Hə,
Bir-birinə qıfıla keçir. Bəli. Qıfıla keçirir, bir-birinə pilləli zərbələr endirirlər. Hə. Bu qıfıla keçməyin də səbəbi odur ki, açılmasında onların içində olan o kənar hissələr, Çıxıntı. atılmağın qarşısını, bəli, çıxıntılar açılmağın qarşısını alır. Aferin. Qatlama tikişi harda istifadə olunur? Qatlama tikişindən sudan verildi desənəm. Bu idi. Su boruları idi, ventilyasiya idi. Bir də bir dənə dəsə var idi. Polad idi, nə idi, ha? Bir də dam örtükləri, hə? Bəli. Dam örtüyü. Polad hansı Polad təbəqələri də var idi da, deyəsən orada. Yox, su örtüyü, su boruları, dam örtüyü, bir də ventilyator idi, 3 dənə. Polad təbəqəsi yadımda da. Bəs desək ki, pərçim hansı hissədən ibarətdir? Pərçim başlıq da ucu üstüdən ibarətdir. Bir sizə çox sual düşdü. Ucu var pərçimin. Pərçimin ucu var. Yox, başlıq pərçim nasıl üstüdən var idi? Ay, müəllimə çaşdım ki, yanımdaydı. Yaxşı. Mil, başlıq və mildən. Başlıqdan və mildən. Əla. Laura müəllimə var? Laura müəllimə var? Yoxdur? Bəli, buradayım. Buradasınız. Gətirirsiniz pərçimin ardıcılığını. Bəli. Pərçimin ardıcılığı. Bəli. İlk öncə nişanlanır, daha sonra deşik açan mərkəzi nişanlanır, daha sonra deşik açan və boruğu ilə deşik açılır. Daha sonra sıxacda bərkidirik. Yox, beceririk. Bəli, deyir, boruğu deşik açırsınız. Çox vaxt deşik açmaq üçün, bəli, boru məncədə və sıxacdan istifadə olunur. Hə, sonra deşiyə salırlar. Sonra 1.3, 1.6 qədər üzərində çıxmaqla oyuğa salırdıq. Deşin diametri böyük olur, pərçimin bir onda deyil. Pərçim. Pərçimin ucu var, yara-yara gedə biləcək. Mismarın ucu var deyib yara-yara gedir. Amma pərçimin ucu olmadığına görə, ona görə deşik böyükdür. Nə qədər böyükdür? 1.3, 1.6 deyildi. Yox, o çıxandır. Burada deyirsiniz ki, deşiyin diametri 0.1, 0.2 millimetr. Deyirsiniz. Deşiyin ölçüsünü deyirdim. Yəni, nə qədər böyük olur. Deməli, pərçimdə olan dedik ki, bəli, deşiyə salınır və pərçim mili 1.3, 1.6 diametr olmaqla detalın üzərinə çıxır. Burada pərçim başlığını oyuğa yerləşdirmək üçün nədən istifadə edirlər? Nəydən? Çəkicdən. Bəli, çəkicdən istifadə olunur. Bəs forma vermək üçün nədən istifadə olunur? Sıxırıq da, sıxacdan istifadə olunur. Bu ardıcılığı indi başqa adamdan soruşacağam. Siz öyrənərsiniz. Yaxşı. İndi pərçimin bir diametri böyük oldu, deşiyi müəllimə. Deşiyin diametri 0.12. Əla. Oldu. Siz gözləyin. Deməli, bir dəqiqə sizi burada mütərizlayalım. Ama bir də sual verəcəm. Bildiniz də müəllimlər, Laura müəllimə bir dənə sual verdim. Qayda və ödev olaraq əlavə ona sual verəcəm. Deməyin ki, mən qaldım. Gəlsin, tərcümə müəllimə var. Tərcümə müəllimə. Hanı buralar deyirik? Hardasınız, buradasınız. Gətirirsiniz pərçimin ardıcılığını. Burada. İlk öncə nişanlanır. Nişanlandıqdan sonra deşik açan və burğu ilə burğulanır. İki pəstağı eyni vaxtda məngəndə və sıxaclarda sıxaraq burğulanır. Deşiyin diametri pərçimin diametrindən 0.1, 0.2 mili böyük olur. Pərçim deşiyə salınır. Pərçimin mili 1.3, 1.6 önə çıxmalıdır. Oyuğa yerləşdirilir. Daha sonra çəki zərbələri ilə bir-birinə yaxınlaşdırılır. Yaxınlaşdırdıqdan sonra bir çəki zərbələri ilə vuraraq pərçimlənir. Daha sonra düzgün forma vermək üçün sıxaclarda sıxılır.
Bəs bu pərçimdən harda istifadə olunur? Təyyarələrdə, gəmi qaymada, körpü salmada, məişət avadanlığının hazırlanmasında. Hə. Yaxşı. Tərgül. Tərgül gəlsin. Gültəkin müəllimə. Gültəkin müəllimə. Deyin görüm. Deməli. Sadə və ucuz və rahat bir enerji növü. Gültəkin müəllim, səsi aç. Açılmır ekranda. Hə, oldu. Görürəm sizi. Ucuz və rahat bir enerji növüdür. Bu nədir? Elektrik enerjisi. Aha. Elektrik enerjisinin mənbələri hansılar olur? Elektrik enerjisinin mənbələri deməli elementlər bateriyası, deməli qalvanik elementlər bateriyası, generator, bir də ki akkumulyator. Bəli, gümüşü rəngdədirsə şəkildə bu nədir? Gümüşü rəngdədirsə bu generatordur. Bəli. Digərlərində bir də böyük və kiçik varsa, böyük gördük nədir, kiçik nə olacaq? Kiçik deməli qalvanik elementdir, böyük qalvanik elementlər bateriyasıdır. Yaxşı. Nədir elektrik cərəyanı? Elektrik cərəyanlı yüklü zərrəciklərin, yəni elektronların nizamlı hərəkətidir. Müasir dövrdə nəyin işləməsi üçün elektrik enerjisinin mənbəyi lazımdır? Hansı maşınlar? Deməli, elektrik maşınlarına. Sənaye və məişət maşınlarını. Məişət maşınları. Aha, bilməyənlər qeyd etsin. Sənaye və məişət maşınlarının işləməsi üçün elektrik enerjisinin mənbəyi lazımdır. Deməli, deyin görüm elektrikin mənbəyi nə oldu? Müəllimə, o kitabda var dediyiniz, yoxsa? Bəli, yox, var kitabda. Birinci yox, ikinci abzasın birinci cümləsi. Hə, görürəm. Cərəyan mənbəyi də elektrik mənbəyi adlanır. Aha, hə, yaxşı. Oldu. Yaxşı. Sağ olun müəllimə. Gültəkin müəllimə qəşəngdir. Gültəkin müəllimə qəşəng cavab verdi. İlahə müəllimə gəlsin, sonra Günəş müəllimə. Hələ ki kimin adını görsəm o da narahatçılıq əsası yoxdur, hamıya sual düşəcək. İlahə müəllimə hanı? İlahə xanım. Delən görüm. Müasir dövrdə dedik hansı elektrik enerjisinin hansı maşınla işləmək üçün elektrik enerjisinin mənbəyi lazım oldu? Necə müəllimə? Sual bir də verin, çatmaz sualım. Müasir dövrdə hansı maşınların işləməsi üçün elektrik enerjisinin mənbəyi lazımdır? Hazırda dedim. Məişət və sənaye. Aha, düzdür. Stansiyalar haqqında danışın. Deməli, elektrik stansiyalar istehsal olunan, su və yanacaq mənbələrə yaxın yerdə istehsal olunan stansiyalar, Mingəçevirdə su stansiyası, Şirvanda istilik stansiyası, Qobustanda günəş stansiyası, bir də hansı qaldı? İsmaildə külək stansiyası. Baxın, bəs desək ki, bax, mən soruşdum ki, sizə müasir dövrdə maşınların işləməsi üçün, düzdür? Hansı maşın desə sənaye və məişətdir. Bəs müasir dövrdə desək ki, elektrik enerjisi istifadə olunur harda? Məişətdə, sənayedə, xalq təsərrüfatında. Bəli. Yəni əlavə olaraq xalq təsərrüfatı görsəz maşın görməyəcəksiniz. Maşın görsəz xalq təsərrüfatı görməyəcəksiniz. Yəni başa düşdünüz? Başa düşməyənlər qeyd olaraq götürsün. Bütün cümlələr əsaslıdır və imtahanda da bu tip düşə bilər. Daha sonra isə bizə lazımlıdır, deyin görək nə? Deməli, daha güclü elektrik stansiyası varsa nədir? İstilik elektrik stansiyası. Nə ilə işləyir? Kömür və torf ilə. Çox sual düşdü. Depressiya düşəriyə, sonra da gördün. Bir dənə də sual verim ki, bu harda yaranır bu istilik elektrik stansiyası? İstilik elektrik stansiyası oradakı yaranma zamanı buxar axını yaranır. O da müxtəlif cihaz və qurğular vasitəsilə elektrik enerjisinə çevrilir. Yəni generatorlarda vasitəsilə. bəli, pərlərin fırlana bilir. Fırlanda bu olan buxar axını yaranır ki,
Burada da elektrik enerjisinə çevrilir. Qoy görüm gələn kimdir? Xoşbəxt müəllimə kim olur? Bu İradə müəllimə də niyə gəlir? Günəş müəllimə gəl görüm. Günəş müəllimə. Salam axşamınız xeyir. İradə müəllimə sinif rəhbəridir ha. 11-dir, başım xarab olur. Hə, axşamınız xeyir. Günəş müəllimə deyin görək. İnsanlara elektrik nə vasitəsilə ötürülür? Naqillər vasitəsilə. Naqil, bəli. Bəs desək ki, itkini azaltmaq məqsədilə nə etmək lazımdır? Onda gərginliyi artırırdıq. Bütün evlərə elektrik ötürən zaman bunu tənzimləyirdik harda? Gərginliyi. Transformatorda. Düzdür. Elektrik istifadəçisinin qəbul edicisi. İnsan. Hə, qəbul edici elektriklə işləyən alətlərdir. Məsəl üçün, evdə işlətdiyimiz ütüdür, televizordur, kompüterdir, paltarı yandı, toz sorandı. Onlar olur, amma istifadə edən insanlardır. Hə, bir də bunu deyim ki, bunu belə yada saxlamışıq, amma yaxşı olar ki, ümumi məlumat verirəm hər kəsə. Yaxşı olar kitabda olanı yaxşı yada saxlayasınız. Çünki bir dəfə testdə soyuducu olaraq düşmüşdü. Yəni soyuducunu çıxdaş eləmişdilər də, yəni orada belə bir şey yoxdur. Sırf bu hissəni, necə maddi maliyyədə demişdik ki, maliyyə hamısı toka taxılandı, maddi ev aldıb qoyduğumuzdur. Bunu belə kitabda kimi deyərsin. Yaxşı, imtahanda düşmüş ki, dövrə açıq yoxsa qapalı olanda insanlar elektrik ötürülür? Qapalı olan. Qəşəng, əla. İndi gəlsin, qoy kamerasını çox açıq saxlayıb ona sual verməyəndiklərim. Qərəfə müəllimə, şey görüm. Sonra Qərəfə sonra Miryə müəllimə. Hə. Qərəfə müəllimə desin ki, demək elektriki dövrəyə açıb bağlamaq üçün nə istifadə olunur? Elektrik açarına. Bir də Deməli, dövrə qapalı olanda cəryan keçir. Naqillərdir. Bunun 4 əsas hissədən ibarətdir. Közlərmə lampası. Yox, adicə belə deyək də, adapter toka taxmaq üçün bizə 2 dənə lazımdır. Bir açar, bir də qoruyucu. Açardan və qoruyucu. Bəli, bəli. Yaxşı. Elektrik enerjisinin mənbələri hansılardır? Yəni elektrik enerjisinin mənbəyini nə təşkil edir daha doğrusu? Elektrik bataryasıdır. Deyir ki, elektrik qəbuledici və idarə etmə cihazlarının bir-biri ilə elektrik naqilləri ilə ötürücülərlə birləşməsi elektrik dövrəsini təşkil edir. Yaxşı. Belə, sadə elektrik dövrəsi nələrə aiddir? Sadə elektrik dövrəsində közərmə lampasıdır, batareyadır, naqillərdir və elektrik açardır. Hə, bir dəqiqə mənim adınızın. Aha. Deməli, deyin görək, bəs test işləyirik. Sxem görünüşü isə nə axtaraq? Sxem görünüşü, elektrik sxemi, sadə elektrik sxemi, şərti işarələr. Aferin. Şərti işarə varsa sxemdir. Sxem göstər şərti işarə axtaracaqsınız. Bu həm metalda belədir, həm odun üzaltı, həm elektrikli, həm partida harda görsəz yəni. Deməli, deyin görək elektrik sxemi nədir? Elektrik sxemi sadə elektrik dövrəsi deyirik buna həm də. Yəni deməli cərəyana qoşulduğu anda dövrə qapanır və bu zaman közərmə lampası artıq yanır və dövrədən cərəyan keçir də bu demək. Elektrik sxemi neçə cürdür? 2 cürdür, prinsipial və montajlı. Oldu. Miryə müəllim, gəlin. Prinsipial və montajlı haqqında məlumat verin. Sonra Mehri müəllimdən Kəmalə müəllimə. Aha. Hə, montajda demək yığım varsa orada montaj demək şey çəkilib də, o sxemi çəkilir orada. Amma prinsipialdırsa, burada prinsip varsa prinsipialdır da. Düzdür. Bəs desək ki, bir dəqiqə yoldaşı qəbul edeyim. Aha. Bəli. Bəs desək ikisinin özüm demişdim. İkisinin ortaq cəhəti nə olur? Hə, o birləşdirici var da orada. Birləşmə elementi göstərməsi. Əla. Oldu. Daha sonra deyin görüm. Düzgün oturmasaq, məsəl üçün tikirik. Düzgün oturmasaq, qaydalara əməl etməsə nə baş verəcək? Demək, burada qan dövranı pozulacaq, görmə qabiliyyəti zəifləyəcək. Ondan sonra onurğanın əyilməsidir.
sonra nədir? Bəli, beldə bükülmə, onurğanın əyilməsidir, görmə qabiliyyətinin aşağı olması və s. Müəllimə, deyin görək burada emal olunacaq məmulatla göz arasındakı məsafə nə qədər olur? Emal olunacaq məsafə göz arasında 30 sm. Nəm istemalda? Yəni istemalda 30-35. Bəli, tikiş maşınında Orada demək 35-40-dır deyəsən. Yoxsa 30-40-dır? 30-40-dır. Aha. Yeriyə müəllimə. Yeriyə müəllimə. Maşallah. Mehri müəllimlə Kəmal müəllimə. Çox təəssüflər ki, testdə yazılanda bu cür yazmırlar da. Nəm istemalda məsələn gözlərdən əşyaya qədər və yaxud da o birisində məsələn tikiş maşınında emal edilən deyir. Onda mən qarışıq sarım onları. Onu sizə hansı test ki qaranlıq qalır, onu mütləq mənə atın, onun izahını verim. Hansı ki testlər atırsınız, onların cavabını verir. Aha, deməli, gəlsin Mehri müəllimə. Mehri müəllimə desin ki, iş zamanı düzgün oturma qaydalarından danışın. Deməli, iş zamanı düzgün oturmaq qaydaları, qan dövranı pozulmasın deyə ayaqlar pəncə boyu dirənməlidir. Baş elə gövdəni düz saxlamaq lazımdır. Sonra irəli əyərək oturmaq lazımdır. Sonra baş biraz qabağa əyilməlidir. Sonra sinə masaya dirənmək olmaz. Qollar bükülü olmalıdır. Dirsəkdən bükülü olmalı. Sonra nə gəlir orada? İş zamanı dirsəkləri masaya dirəmək olmaz. Sonra gözlərdən məsafəyə qədər 30 sm-dir. Bir də iş prosesində gövdənin nədir orada? Düz və yaxud da biraz irəli olmaqla. Tez-tez dəyişmək lazımdır. Sonra işıq soldan və düz düşməlidir. Bəs deyin görüm, naxış tikmə zamanı işıq necə düşməlidir? Naxış tikmə zamanı soldan düşməlidir. Çiçək üçün. 8-ci sinif. 6-cı sinif. 6-cı sinif. 8-də də var. Naxış tikmə ilə qarışıq salır. Deyirəm ki, yumuşaqdır, elastikdir, amma dartılmır. Parçadır müəllimə? Parçadan dartılır. Santimetr lenti. Bəli. Bəs desək ki, emal pay və çertyojların, deməli, emal paylarının nişanlanması varsa? Xətkeş. Bəli. Deyirik ki, kökləmə zamanı nə cür iynədən istifadə olunur? Kökləmə zamanı böyük deşikli iynələrdən istifadə olunur. Uzun iynələrdən. Bəli, uzun iynələrdən. Uzun iynələrdən. Nə cür iynə ilə işləmək lazımdır? Hamar və düz. Qəşəng. Bəs desək ki, nazik parçalardan nə cür iynədən istifadə olunur? Nazik parçalardan uzun və nazik iynələr. Düz. Bu Mehri müəllimə çaşdım. Sizə nə qədər sual düşür? Gəlin Kəmal müəllimə. Sual verməyə gedirdim. Kəmal müəllimə desin ki, deməli, öz səni uyğunlaşdırma istəyəcəm. Kəmal müəllimə bunu cavab verəcək. Mən inanıram. Hə, Kəmal müəllimə, yorumlamısınız ki? Yorumlamışam, görək də. Deyirəm ki, ülgünün, Kəmal müəllim bilməsə, başqa adamdan soruşacağam. Diqqətlə qulaq asın. Deyirəm ki, ülgünün köçürülməsi, ülgü xətlərinin köçürülməsi, ülgünün kəsilib çıxarılması. Ülgünün kəsilib çıxarılması kiçik qaçı ilə, kağız kəsən qaçı ilə. Aha. Köçürülməsi çarxla, eləməli, kiçik çarxla köçürülməsi. Yox. Karandaş, tabaşı nə? Yox, ülgü hara köçürülür? Parçaya. Şəffaf kağıza. Bəs ülgü xətlərinin köçürülməsi nədir? Xət. Xətlərin köçürülməsi xətkeşdir, yoxsa kiçik çarx? Kiçik çarx. Çarx. Deməli dedik ki, ülgülərin köçürülməsi üçün nədən istifadə olundu? Ülgünün köçürülməsi üçün İndi dedim. Kiçik çarxda.
Ölcüyün köçürmək üçün şəffaf kağızın üzərinə köçürülür. Şəfəq kağızı üzrə köçürülür, Hə. sonra parçaya köçürülməsi üçün kiçik çap. Və ölcü xətlərinin köçürülməsi bəli, kiçik çarxla. Əla. Yaxşı, desək ki, ölcünün detallarını kəsib çıxarmaq üçün istifadə olunur. Yenə deyirik, bu nədir? Qayçı. Ölcünün kəsinə görə kağız üçün qayçı. Aha, əla. Yaxşı, bəs iynə əlimizdə qırıldı, səhvən. Neyniyək, hara ataq? Büküb atmaq lazımdır. Nə bükək? Kloka, Kağıza. kağıza. Bəli. Nədə oymaq? Oymaq orta barmağa, iynə tikiş zamanı barmağı deşməsində iynə orta barmağa taxmaq üçün. İşinə gəlin orta barmağa. Sıx parçaları istifadəsi üçün, yəni tikilməsi üçün istifadə olunur ki, bu da sağ əlin orta barmağına taxılır. Bəs müəllimə, niyə deyir ki, 6-cı sinifdə işləyən orta barmağına taxılır? Niyə elə bir söz danışırlar? Elə bir adam olar ki, sol əlinə tikər, elə bir adam olar sağ əlinə. Elə adam da var ki, bəli, sola xaid. Əla. Çox sual düşmədi ki. Düşdü? Yox, belə. Müəllimə, tikiş sökən nə olur? Tikiş sökən əl tikişini, maşın tikişini söymək üçün. Əziyyət oldu müəllimə. Bu sual necə çətin oldu belə. Yaxşı, bəs desək ölcünün surət çıxarmaq üçün istifadə olunur. Surət çıxartmaq üçün o da kağızda, şəffaf kağız. Surəti çıxarıramsa, yenə burada x var. Bir də xətlərin köçürməsi. Burada da x var. Bunların hamısı olacaqdır nə? Kiçik çarx. Kiçik çarxın 2 dənə funksiyası var. Yəni bu surət çıxarmaqdır. Bir də ölçü xətlərinin köçürülməsi. Günel müəllimə var burada. Günel müəllimə var. Yoxdur. Buradayım burada. Nə? Danışırıq. Bax, gör nə deyirəm. Deyirəm ki, çertyojun qurulması və emal payının deməli aparılması varsa bu nədir? Bu mövzudan danışıram. Yaxşı, tikilən məmulatın çertyojunun qurmaqdır, ölçülərin üzərində qısa kəsiklər ölçülməsidir. Bunlar nədir? Nə ilə aparılır? Bilmədim. Xəttkeş nə? Çertyoj. Xəttkeş. Mən sualı başa düşmədim, amma çatmadı. Bizim açar sözümüz var axı. Çertyoju məktəbdə nə ilə çəkirsən? Xəttkeşlə. Amma bəs yaxşı desəm ki, nişanlama da xəttkeşlə olurdu da, hə. kontur boyu nişanlama varsa bu nədir? Bu dərc təbaşiri. Afərin. Bəs deyirəm ki, köşklənmə və deməli tikmə aparılır nə vasitəsilə? Bu iynə vasitəsilə. Əl iynələri. Bəli. Burada da nə cür iynələr olur? Uzun iynə, uzun və qalın iynələr. Bəli, müxtəlif uzunluqda və qalınlıqda olan iynə. Oymaq nə üçün olur? Oymaq bizim sağ əlin orta barmağına taxılır. Bu da ki, əlimizi zədələməmək üçündür. Yəni iynələr işləyən zaman əlimizi zədələməmək üçün. Sağ əlin orta barmağı. Müəllimə, iynə qırılsa nə edək? Onu bir parçaya, hər hansı bir kağıza parçaya büküb atmaq. Parça kağız, parça yox, kağız. Kağıza həm büküb atmaq. Bir dənə sənə sual verəcəm. Düz tapa bilsən, sənə bir dənə ürək göndərərəm. Əks halda yox. Verin? Evet. Parçanı, yerdən danışmayın. Parçanı tikməzdən əvvəl nə etmək lazımdır? Bunu bilirdim. Sən dərzisən, mən də gəlmişəm kofta tikdirməyə. Deyirəm, mənim üçün kofta tik. Parçanı tikməyəcəm və onun ölçülərini götürürük də. Bəli. Ölçülər eskizini. Ölçü, bəli, ölçüsü hazırlanır. Yəni bu ölçü götürməklə bir də hansına? Parçanı bir dəfə neyinirik? İkisini götürürük. Başqa nə var ki? Moda jurnalından baxırdıq da hansı forma istəyirəm, qolu popurlu olsun, düz olsun. 0. Bağlayın səsi. 0. Asan değil amma. Müəllimə, o sual də bir nətər öz həqiqi ölçüləri bir də moda jurnalından da belə gedir də, hə, cavab.
Yox, Xalit müəllim o görsüz. İzah vermişdim təzəlikcə. Müəllimə deyir ki, Gerçekte var da var. Güzel sade formalı, bir de var moda jurnalı. Mən istəyirəm o müəllimənin dilindən eşitmək, o baxıram, nə olsun kitaba baxıram. nə gözəl, problem deyil. Miriam müəllimə, baxın, mən dərziyəm. Siz də gəlmisiniz mənim yanıma kofta tikdirməyə. Mən sizə nə edirəm? Demək deyir ki, tikməzdən əvvəl hər hansı bir məmnun elə yubka tikəcəm, düzdür? Bu yubkanı tikən zaman mən bunun sizin ölçünüzü götürməliyəm, düzdür? Ölçü hazırlayacağam. Bu da 2 üsulla. Bir ölçü götürəcəm, bir də siz yubkanı kloş istəyirsiniz, düz istəyirsiniz, nə cür istəyirsinizsə, o artıq moda jurnalı, yəni göstərin. Mən sizə şəkil əsasında göstərəcəm. Məsələn, bu formada istəyirsiniz ya siz telefondan göstərə bilərsiniz. Moda jurnal, yəni jurnal olaraq, görüntü olaraq göstərməz. Başa düşdünüz? Ölçüdür, bir də göstəriş. Bu da ki, nədir? Tikməzdən əvvəl etdik. Gəlsin, qoy bir dəqiqə, bura baxım görək kim var. Nərminə müəllimlə Aytac müəllim. Qoy bunları qoşadı, bunları ayırmayım. Nərminə Aytac. Hə. Zəmxarə müəllimə, gəlirəm, sizə də gəlirəm. Narahat olmayın. Nərminə müəllimə var? Yoxdur. Buradasınız? Buradayım ben. Hə. Parçanı biçməzdən əvvəl nə etmək lazımdır? Nəm istəyəmalı buğa vermək lazımdır. Bircə deyil, Zəmxarə müəllimə, siz çıxın bir də gəlin. Sizdə exo verir, yəni növbət çatanda çıxıb gəlin yəsdə. Aha, biçmə, bəs deyin görüm nəyə görə biçirik parçanı? İlkin yumadan sonra kiçilməməsi üçün pambıq və kətan parçaları idi əsas. Bəli. Deməli, bu zamanda yoğurub, quruduruq, daha sonra isə ütüləyirik. Yaxşı, sən mənə deyən görüm, parçada qüsur olursa, nə etmək lazımdır? Deməli, qüsur deşik olur, ləkələmələr olur. Onları işarə edirik. Kənar hissəyə salırıq ki, biçilmə zamanı kəsilib götürülsün. Qüsur nənə qeyd olunur? İşarələməni də necə? Nənə qeyd olunur qüsur? Hə, təbaşir bir də rəngli saplarla. Təbaşir və rəngli sap. Afərin. Gəlsin, Aytac müəllimə var? Aytac müəllimə. Az sual düşdü sizə. Qoy bizə deyənlərimdən bir dənə sual verim. Yox, 1, 2, 3. Hə, yox, yaxşı sual düşüb. Aytac müəllimə desin ki, kəsiklərin düzəldilməsi. Kəsiklərimiz əyri kəsilibsə, deməli burada qatlayırdıq, sonra bir sapı dartırdıq və sapın istiqamətində düz kəsirdik. Parçanı bitməzdən əvvəl, bəli, kəsik düzəldilməsi üçün, bəli, bir sap çıxardılır, onun izindən də kəsilir. Bəs isə əyriliyin aradan qaldırılması? Əyriliyin burada üst-üstə qoyub dartırdıq da. Dartılmır, yox, dartışdırılır. Kim idi onu deyən? Dartışdırılır. Hə, deməli burada dartılır. Burada bir məqam var müəllimə. Üst tərəfi içəri olur, yoxsa üst tərəfi çölə olmaqla qatlanılır? İçəri olmaqla. Bəli. Bir də üst tərəfi içəri olmaqla həm də ki, parçanın sərilməsində var idi. Düzdürmü? İki yerdə eynidir. Yəni yoldaşlar eşitsin. Yaxamarlayırdıq da. Kənarlarını çək. Bunu da deyin ki, çox oldu. Kənarlarda bir cod olurdu. Bu codlarda kəsmək lazım idi. Əvvəlcədən kəsilir. Əla. Zəmxarə müəllimədir. Sonra yanında da qoyuram. Mənzərə müəllimə var. Mənzərə xanım var. Yoxdur. Görməmişəm deyəsən. Mənzərə yoxdur. Günay müəllimə gələr. Zəmxarə müəllimə buradasınız, gəldiniz? Zərnişan da var. Hə, deyin görüm. Müəllimə. Görmürəm, ekranda sizi sonradan gördüm. İndi müəllimə mənə desin ki, parçada məmulatın geyinilərkən dartılıb formasını itirməməsi üçün nə etməliyik, Zəmxarə müəllimə? Parçanın əvvəlcə onu qatlayanda ülgünün istiqamətində, deməli parçanın lifləri ülgünün istiqamətində olmalıdır. Parçanın uzunu boyu sapın istiqamətlə ülgünün istiqaməti üst-üstə düşsün. Misal, sizə situasiyada verə bilər ki, parçanın eyni boyu və yaxud da sapın istiqamətinə üst-üstə düşsün, üst-üstə düşməsin. Eyni boyu, uzunu boyu və tamam fərqli bir şey sala bilər. Necə mən bunu situasiyada vermişdim sınaqda. Bilməm, işləmisiniz yoxsa yox. Deməli, deyin görək, bəs parçada deməli
detalların yerini müəyyən etdiyimiz zaman emal payı olan hissəni nə vasitəsilə nişanlayırıq? Təbaşir. Tabaşir və dərzi tabaşiri və Təbaşir. Dərs təbaşiri. bir də xəttkeşlə. Karandaşla. Xəttkeşlə. Xəttkeşlə. Ölçürük axı nə qədər olduğunu ölçürük. Ona görə. Hə. Parçanın biçilməsi zamanı emal payı nədən asılıdır? Emal payı parçanın materialından asılıdır. Onun süzülmə dərəcəsindən. Süzülməsindən, Qalınlığından, materialından, dartılmasından, süzülməsindən, təyinatından və növündən. Növündən. Nədir biçmə müəllimə? biçmə həqiqi ölçülər nəzərə alınmaqla parçanın kəsilməsi. Detalın dərci qayçısı ilə bəli, emal payının nişanlanmış kontur üzrə kəsilmə prosesidir. Yaxşı. Deyin görək, parçanın sərilməsi haqqında nə bilirik? Parçanın sərilməsi, parçanın üzü içəri olmaqla, üz hissəsi içəri olmaqla, üz-üzə lifləri uzunluğa qatlanmalıdır. Bəli, üst tərəfi içəri olmaqla uzunluğa sap boyunca tən yardan qatlamaq və əlimizlə hamarlayıb düzəltmək. Hamarlamaq lazımdır. Bəli, lazımdır. Yaxşı, yaxşı. Bəs desək ki, parçanı niyə buğa veririk? Parçanı ona görə buğa veririk ki, tikiləndən sonra juyulanda kiçilməsin deyə. Düz, ilkin yumadan sonra kiçilməməsi üçün. İlkin yumadan sonra, bəli. Günay müəllimə. Bəli. Günay müəllimə var, Qasımova. Günay müəllimə. Yoxdur. Deyirsən buradaydı axı. İradə müəllimə də qalıb, Zərnişan müəllimə də. Çox müəllim qalıb, narahatçılığa əsas yoxdur. Gedəcəyik təkrara birazdan. Yoxdur, Günay müəllimə yoxdur, onda İradə müəllimə gəlsin. O Zərnişan müəllimə, üzr istəyirəm. Zərnişan müəllimə. Denən görüm. 22-ci mövzudayıq. Deyirəm ki, məmulatın keyfiyyətini, xarici görünüşü və formasını düzgün edilməsi bu nədən asılıdır? Düzgün ütlənmədən asılıdır müəllimə. Nəm istemaldan asılıdır, bəli. Nəm istemal üçün bizə nələr lazımdır? Elif ki, ütüydü, ensiz masaydı. Ütü bir də ensiz masaydı da müəllimə 2 dənə. Ütü və ütüləmə lövhəsi. Ütü lövhəsi, ensiz masa. Yaxşı. Nəm istemal neçə cür? 2 cür, yekun bir də aralıq və yekun idi. Dərəcələr sayın baxım. Pambıq və ketan parçalarda 180 200 idi. Yun parçalarda 150 idi. İpək parçalarda 110 idi. Sintetikdə isə 100 idi. Necə deyək müəllim, yoldaşı qəbul edeyim. Və sintetikdəki 100-dür. 100. Gözlə məmlət nəm istemalda gözlə məmlət arasında məsafə nə qədər olur? 30-35 idi. Sintetik 100-dür. Deməli, ipək 110-dur. Pambıq, ketan 180-200-dür. 150 də yundur. İradə müəllimə, gəlin görüm. İradə müəllimə, deyin görüm, aralıq və yekun deyəndə nəzərdə tutulur? Deməli, məmulatların hazırlanmasında 2 cür deməli nəm istemal yerinə yetirilir ki, bunun biri aralıqdır, biri də yekun. Adından məlum olduğu kimi aralıq biçməmişdən öncə və yaxud da hər hansı bir əməliyyatdan sonra deməli qolun və yaxud da yaxa hissənin tikilməsi zamanı ütülənir. Yekun isə yəni məmulatın hazır halda olandan sonra ütülənmə əməliyyatıdır. Hə, bizə dəqiqə. Deyin görək, nəm istemal aralıq deyəndə görüləcək işlərdə olur. Son məmulatın üzərində də desə yekundur. Müəllimə, ütülər işləmə üsuluna görə bir-birindən fərqlənir. Hə, ütülər işləmə üsuluna görə bir-birinə fərqlənir. Yəni elektrik, buxar, bir də elektrik buxar da yəni növləri var. Bəs ütülər bir-birindən nəyinə görə fərqlənir? İşləmə üsulu demədim, ha? Hə, bir-birindən çəkisinə görə. Əlavə? 1 kiloqramdan 5 kiloqrama qədər yəni ütünün ölçüləri var. Davamı? Bəli. Başqa nələr var?
Ölçüsü Hə. və gücü. Ölçüsüdür, işlənməsi bir də gücü. Bəli, gücü. Deyirəm görüm müəllimə, hər hansı bir məmulatı ütüləməzdən öncə, hətta belə deyə bilərik ki, Aytən yun koftasını ütüləyən zaman ütü və ütüləmə lövhəsindən istifadə etdi. O zaman 150 dərəcə temperaturda istifadə edərək ütüləyirdi. Lakin koftası yandı. Niyə yandı ki? Ona görə ki, o orada əvvəlcə həmin materialın qırığı üzərində ütü attığının temperaturunu tənzimləməli idi ki, yəni qırığın üzərində də yəni məşq eləməli idi o mənada. Yoxlamalı idi. Bəli. Ütü rezin atlığın üzərində dayanmaq. Rezin attığın üzərində dayanmaq iş zamanıdır. Rezin xalçanın mövcudluğu işdən də, yəni işə başlamamışdan əvvəl. Ütünü xüsusi atlığın üzərinə qoymaq. Ütünü xüsusi atlığın üzərinə qoymaq iş zamanıdır. Onu xüsusi atlığın üstünə qoymaq işini qurtardıqdan sonra. Oldu. Deməli, Ülviyə müəllimlə, Aysel müəllim, bir də Fərdə müəllim. Bu 3 nəfər qalıb. Aysel müəllimə deyəsən birinci soruşdum. Aysel müəllim soruşdum elə bil? Yox, soruşdum. Soruşmuşdum nəsə. Hə, soruşmuşam Aysel müəllim. Hə, müəllim, Aysel müəllimdən soruşmuşam. Deməli 2 nəfər qalıb. Məncə Ülviyə müəllimlə, Fərdə müəllimlə başqa adam qalıb, soruşmadım. Bu gün heç soruşmadım, yox. Yaxşı. Azmən müəllimə zəhmət olmasa, elə mən onu testdə demirəm, nəsə, mənim Milliyə müəllimə söz olması, sizin o açar sözlərinizdən deyiləndə adam yadından çıxmır. Mən elə şeylər var ki, həmişə qarışıq saradım. İndi onu necə yuxudan da toxusalam, mən dünya qopa səhv çalmaram. İndi mən həqiqətən o nəm istemalına dikiş maşınında olunan o əməliyyatı bilirəm. Biri 30-35'dir, biri 30-40'dır. Onun ikisini bir-birinə səhv salaram. Bax müəllim, nəm istemal deyəndə dediyimiz kimi emal ediləcək məmulatla göz arasındakı məsafə nəm istemalda. Desə deyəcəksiniz. Kimin səsi də açıq olan müəllimlər? Müəllim, mən də qalmışam. Hə, narahat olmayın müəllimə, gəlirəm. Orada olacaqdı 30-35. Amma parça tikildiyi zaman burada əsasən düşür ki, bax belə düşmür də. Tikiş maşınında gözlə məmulat arası məsafə belə söhbət olmur. Bilirsiniz bu düşmür. Hə, yox. Tikiş maşını düşmür. Burada əsasən emal söhbəti olur. Bu da bircə dəqiqə deyəcəm hansı sinifdədirsə. O 6-cı sinif 24-cü mövzusun bu tərkəz qaydasının üstü var ha. Orada yazılıb. O şəklin altında yazılmışdı ki, emal olunacaq məmulatla göz arasındakı məsafə 30-40 sm-dir. Deməli, siz çox xahiş edirəm, suallarınızı mənə sonra verərsiniz. Çünki sual cavab edeyim, çatdıra bilməyəcəm. Ülviyə müəllimə gəlsin. Ülviyə müəllimi var burada? Var. Buradayım müəllim. Hə. Ülviyə müəllimi denən görək. Onu demirəm ütünü. Deyirəm, onu xüsusi atlığın üzərinə qoymaq. Üçünü qoyduğu da sözlərdən sonra qoyub xüsusi atlığın üzərinə. Başa düşürəm, hansı iş bitdikdən sonra da hansı iş zamanıdır? Xüsusi atlığın üzərində işli işində qoyulur. Ütünü xüsusi atlıq desə, ütünün adını çəksə, o iş zamanıdır. Amma iş bitdikdən sonra artıq ütünü yox da onu deyirik. Tutqacın hazırlanma ardıcılığı. Şablonlardır, sonra ikinci parçadır, araq qatıdır, karton kağız. Deyirəm ki, bütün şablonun hazırlanma ardıcılığı. Birinci qara hərflərlə yazılmışdı. Bil ki, nə hazırlanır, sonra nə. Eskizin qurulur, sonra Eskiz kurulandan sonra 16 tamadan ibarət 22-22 nisbətində parça götürülür. Eskiz hazırlanır, sonra şablon hazırlanır, sonra isə biçmə. Yaxşı, müəllimə, denən görüm. Deməli, pambıq və kətan parçada dərəcə nə qədər olur?
182. Yox. Yün parçalarda 150, ipək parçalarda isə 110. Sintetik. Sintetik 100 dərəcə testdə. 100 dərəcəyə qədərdir, yoxsa 100 dərəcədən artıqdır? 100 dərəcədən artıq ola bilməz. Olmamalıdır. Bəli. Oldu. Sonra keçək. Deməli, deyin görək mənə. Ütünün çəkisi. 1 kiloqramdan 5 kiloqrama qədər olmalıdır. Ümumiyyətlə parçaların xarici görünüşü, onların keyfiyyət, forma verilməsi nədən asılıdır? Parçanın qalınlığından, bir də formatından vardır. Parçanın qalınlığı və formasından, materialından. Ütülənməsindən, nəm istemaldan. Yaxşı, səsi bağlayın. Fərdə müəllimədən Esmira müəllimə qalıb. 2 nəfər qalıb. Qoy bir dəqiqə. Fərdə müəlliməcə görün. Sevinç müəllimə də gəlib. Aha. Deyirsən yoxdur Fərdə müəllimə. Yoxdur. Onda Esmira müəllimə. Esmira qaçdırdı. Esmira müəllimə deyin görək. Tutqacın hazırlanmasında ölçü nə qədər olur? Tutqacın hazırlanmasında deməli 22 santimetr. Yaxşı. Şablon nə qədər olur? 22 çıxaq 1 vur 2 bölək 4. Bərabərdir 5 santimetr şablonun tərəfinə. Yəni burada olan şablonun 5-in 5-ə ölçüdə olmaqla kvadrat kəsib götürürdü. Bəs bu şablon hansı materialdan olur? Hansı materialdan? Hə. Karbon və yaxud da qalın kağızdan. Müəllimə, deyin görün bu parçanın ütülənməsində aralıq və yekun deyəndə nə nəzərdə tutulur? Parçanın ütülənməsində aralıq nəm istemal əməliyyatının biçimindən əvvəl, yekunda sonraki ütülənməsidir də. Ütünün çəkisi nə qədər oldu? 1-5 kiloqram. Gözlənməyən nəm istemalda məsafə nə qədər olur? 30-35. Ütünü ütüləyən zaman ütünü ütülədiyimiz zaman yəni məmulatın ilkin olaraq həmən parçada ütüləməliyik, yoxsa nə etməliyik? Yox, əvvəlcə olan parçanın qırıqlarında yoxlamaq lazımdır ki, görək o istiliyə davamlıdırmı, sonra məmulatın özünü ütüləmək lazımdır. Hə, oldu. Dərəcələri də istəyirsiniz deyin. Buyurun. Kətan və pambıq parçalar üçün 180-200 dərəcə, ipək parçalar üçün 110, yun parçalar üçün 150, sintetikdə 100-dən artıq olmamalıdır. Düzdür. Deməli, gəlsin Sevinç müəllimə. Sevinç müəllim, buradasınız. Sevinç müəllim burada. Sevinç müəllimə, deyin görün mənə. Deməli, tutqacın səs açın. Tutqacın hazırlanmasında ardıcıllıq qara hərflə. Yox, məmnun. Eskizin hazırlanması. Əllə ölçülür. Onu deyirsiniz. Nisbət nəzərə alınmaqla. Nisbət nəzərə alınır. Yox, müəllim, onu demir. Yaxşı, deyin görək, muncuqdan dekorativ sənət əşyasının hazırlanması nədir? Hə, müəllimə, muncuq dekorativ o toxuculuqdur. Ondan sonra mozaikadır. Bir də naxış tikmədir. Bir dəqiqə mənim ürəyimdə qalacaq o sonra. Deməli, naxış tikmə, daha doğrusu eskizin hazırlanmasında, tutqacın hazırlanmasında eskizdir, şablonda biçmədir. İmtahanda düşər, qara hərflə yazılanları soruşurdum. Yaxşı, deyin görək, muncuqda ölçələr sayın baxın. Aha, muncuq müəllimə 18-ci əsrdə Bohemiyaya, Vanesiyaya, Bohemiya rəqib gəlibdi. Ölçələri ardıcıl yazdırmışdım, bu haqda danışım. Müəllimə, onu bilirdim, tam Roma, birinci Roma olur. Ərəb dilində kim danışıb birinci? Romalıları müəllimə Misir fəth edərkən ona görə gəlir Misir.
Gəlir Misir, müəllimə. Ondan sonra gəlir Bizans. Misir, Roma, Bizans. Hə. Ondan sonra Venesiya, ondan sonra da Bohemiya. Bəli, düzdür. Yaxşı, bəs desək ki, müxtəlif saplardan fiqurlu təsvirin əldə olunması, məftildən sonra tilovipinə istifadə olunursa, bu nədir? Müəllimə, qoyun dolar deyim. Onları neçə gündə oxuyuram. Bax, birinci iki əllə olur. Burada bir muncuqdan istifadə olunur. O şeydir, adı nədir? Qarşıya hörmədir. Ondan sonra iki sapla olur. Məftilin ucuna. O paralel hörmədir. Ondan sonra ilgək hörmədə də burma var. Bəli. İğnəyə bənzərdə də axırında sonuncu var. Sonuncu muncuq. Bunları belə yadımda saxlamışam. Xaçvaridə də iki iplə olanda xaçvari hörmədir. Aha, deməli ki, iki sap varsa paraleldir, iki ip varsa xaçvaridir, əks tərəf və sonuncu muncuq varsa iynədir. Lazım miqdar. İlgək hörmədir, iki iplə varsa bu da xaçvaridir. Sağ ol müəllimə. Sadəcə təkrar edirdim ki, bilməyənlər də daha dəqiq yadında saxlasın. Vəsə, kimsə qaldığı soruşmadığım. Süsanə müəllimə gəlsin. Süsanə xanım. Süsanə. Denən görüm mənə. Müəllimə. Denən görüm Süsanə müəllimə. Tünd və açıq rəngli parçalarda nişanlama aparılır nə vasitəsilə? Tünd və açıqda, deməli müəllimə, burada biz istifadə edirik. Tünddə sabun və yaxud da tabaşından, bir də ki, orada açıq rənglilərdə isə iti yorulmuş karandaşla. Biçmə. Aha. Biçmədə emal payı nə qədər olur? 10 milim. Biçmə zamanı sizcə uzunluq sapları boyu olur, yoxsa elinə istiqamətdə? Biçmə uzunluq saplı olur mənim. Bəli, uzunluq olur. Düzdür. Yaxşı. Afərin. Denən görək mənə. Bax. İmtahanda düşüb ki, 18-ci əsrə qədər qabaqcıl ölkə və 18-ci əsrdə qabaqcıl ölkə hansı idi? 18-ci əsrə qədər deməli müəllimə bu Venesiya idi, tədarükçü. 18-dən sonra da Çexiya, Bohemiya idi. 18-ci əsrdədirsə, Venesiyadır. 18-ci əsrə qədərdirsə Venesiyadır, 18-ci əsrdə Şimali Çexiya, yəni Bohemiya. Bəli. Danışın qarşıya hörmə. Qarşıya hörmə müəllimə iki əllə tutulan sapın ortasına bir muncuq dərəsi taxılırdı. Daha sonra digər muncuq dərəsi isə sapın digər hissələrinə muncuqlar salınırdı. Burada nizamlı və sıx yerləşmə aparılırdı. Burada da sap dartılırdı. Və nizamlı sıx olmaqla yerləşdirilir. Bəs deyin görək, təşkil qaydasındaydı. Muncuqları qablaşdıran zaman nəyin əsasən müəyyən edirik, seçirik? Rənginə və ölçüsünə görə bağlamalarını saxlayırdıq da. Düz, oldu. Sual düşməyən bir müəllim qaldı, qalmadı. Qaldı, qalmadı. Keçdik təkrara. Qoy bizə dəqiqədə baxın. Məncə qalmadı. İndi keçirik birinci qaliblərin sevinci. Birinci müəllim, Lumu müəllimi, gəl görüm. Lumu xanım, çıxıb. Buradasınız. Paralel. Hörmə. Paralel burada iki tərəfdən olur da müəllimə. Elədir. Tutardı. Sən sözünü yadına saxlamışam müəllimə. İki tərəfdən, hər iki tərəf, iki sapından götürmür bu. Hər iki tərəfindən də düzülürdü, sakit. Bəli, burada da məftildən, televopindən istifadə etməklə fiqurlu təsvirin, yəni əldə olunması olurdu. Yaxşı, belə öyrənmişsiniz.
Deyin görüm, 3-cü muncuq taxılır və 4-cü muncuq hansı üsulla keçirilir xaçvarida? Bu xaçvarida burada qarşı hörməklə. Düzdür. Muncuqlar hansı nömrədə olur? 0 və 1. Bəli. Bir də ölçələri səliqə sayın zəhmət olmasa. Baxın. Deməli, burada mənim Romada Bizans, sonra Roma, Bizans, həmçinin Uşaq imkan vermədi. Vermədisə keçək başqa adama. Bir dənə uşaqlar qışqır. Keçin otağa. Bizim uşaqlardan heç səs yoxdur. Deməli deyirik ki, müəllimlər ilkin olaraq Roma, Bizans, Misir, müəllimə Bizans yox, qurban sizə. bir də Bohemiya. Bəs Roma yoxdur ortaqda. Bizans, Misir, Roma, Bohemiya, Venesiya. Yox. Yox, Venesiya sonra Bohemiya. Bax, Misir, Roma, Bizans, Venesiya, Bohemiya, bir müdavim var idi, Bohemiya. Yəni Şimal Çexiya. Bax belə. Buradan da qaynaqlanır. İndi bilməyən, bilən müəllimlərimiz üçün də deyirik ki, çox adam deyir, əsasını qoyublar Romada, evləsi deyir Misirdə. Bunu özümüzü çaşdırmanın adı yoxdur və deyirik ki, ilk dəfə ərəb dilində dedik, muncuq ərəb dilindən götürülüb, Busra və yaxud da Busir demək, düzdürmü? İndi ərəb dilində harada istifadə olunub? Misirdə, yoxsa Romada? Yəni Misirdə, düzdürmü? Ona görə də deyirik ki, ilkin olaraq Misir gəlir. Oldu. Deməli, gedin, gəlin. Tez-tez sual cavab eləyək. Artıq çox gecdir. Gecəyə düşəcək. Hə, Sülhə müəllimə. Yox, yazmışam. Sülhə müəllimə. Deyin görək mənə. Nədir kulinariya? Kulinariya qida hazırlama mədəniyyəti. Mətbəx. Mətbəx xüsusi avadanlıqla təchiz olunmuş məkan. Qabların materialı? Şüşədən, keramikadan, metaldan, bir də ki, zərərsiz plastik qablardan. Gəlin biraz hər birimiz iki hissə qoyaq, tez-tez cavab verək. Dibi yanmış qazanı yenirik? İsladırdıq. İsladırıq, sonra yuyuruq. İsladırıq, sonra yuyuruq da, bəli. Hə, isladıb saxlamır. Keçmişəm mənim uşaqlara, yəni danışmışam, ki, ona görə yaxşı yadımdadır. Bəli. Deməli sizə bir də yaxşı, bir də qabların yuyulma ardıcılığını deyin. Qabların birinci çay dəsti, yemək dəsti, yemək alətləri. Stop. Düz, məxmər mən. Az sual verdiniz mənə. Ay, mən daha hamısını vermişəm. Material dedim, kulinari dedim, mətbəx dedim, qazan dedim, ardıcılıq dedim. 6 dənə sual. Yaxşı, deyin görək. Deyirik ki, deməli, südlü və yumurtalı qabda deyin, davucu bir mövzu sizə getdi. Hə, deyin. Soyuq suda ya isti suda? Birinci soyuq, sonra isti suda. Hə, ilıq söhbəti yoxdur. Yəni, ya soyuqdur, ya istidir. Aha, nəyə görə? Nəyə görə indi isti suda yumayaq? Nə üçün? İsti suda, birinci soyuq suda, sonra isti suda yuyuruq ki, iyi gəlməsin də, yumurta iyi, süd iyi gəlməsin deyə. Hə, oldu. Şu, gəlsin Qələndərova, məxmər. Yoxdur? Bəli, buradayım. Buradasınız. Deyin görək, deməli 2023 idi, səhv etmirəmsə imtahanda düşmüşdü ki, deməli ərzaqları uyğun doğrama lövhəsindən istifadə etmək lazımdır. Bu sanitar gigiyena qaydaları. Bəs desək ki, ayrı-ayrılıqda doğrama lövhəsindən istifadə edilməsi Bu da o təhlükəsizlik qaydaları. Düzdür. Yəni sanitariya deyəndə təmizlikdir, təhlükə deyəndə barmağımızın kəsilməsidir. Deməli, bəs desək ki, buterbrod hansı sözdən götürülüb, mənası nədir? Alman mənşəli sözdür, bateya, briyat çörək deməkdir. Düzdür. Buterbroddan danışaq görək. Deməli, buterbrodlar... Yox, çox danışmayın. Danışsanız sual çatmayacaq. Dedik ki, buterbrod yağla çörək deməkdir. Yağlı çörək deyil, yağdan çörəkdir, bəli. Bəs desək ki, tez doyduran bir qida məhsuldur, bu nədir? Buterbrodlar. Buterbrodun qidalıq dəyəri nədən asılıdır? Seçənlərdən, keyfiyyətindən. Bıçaqlardan danışın. Deməli, bıçaqlardan danışım, çörək üçün var, kalbasa üçün olanlar var, pendir üçün olanlar var, bir də yağ üçün olanlar.
Düz. Desək ki, deməli buterbrotun çörəyi nədən əldə olunur? Buğda və çılbır çörəyi. Düz. Buterbrotun növləri? Açıq bağlı, kanepe, tərtib. Düzdür. Problem yoxdur ki. Güllü müəllimə buyursun. Güllü müəllimə. Növbə ilə gəlirəm. Güllü müəllimə yoxdur, çıxıb. Yoxdur elə bil. Buradayam. Mən Hər yana baxıram, sizi düz buradasınız, heç görmürdüm. Güllü müəllimə, deyin görək, buterbrotun hazırlanmasında yaxşı növlər deyin hələ. açıq, bağlı, tərtib və kanepe. Hansıdır sendviç olan? Sendviç açıq. Necə? Səhv deyil. Sendviç. Sendviç açıq. Açıqdır. Açıq yox. Sendviç desək bağlı götürülür. Bəs desək ki, kiçik ölçülü buterbrotlar. Kanepe. Kanepe və Tərtibdə kiçik bunlar kiçik doğranmış. bəli. Yaxşı, danışaq açıq buterbrot haqqında bu məlumat verin. Nə fast buterbrot? Açıq buterbrot. Açıq buterbrot çörək dilimlə qalan sırtamın 1,5 sm qalınlığında çörək dilimi götürülür. Çörək diliminin üzərinə yağ sürtülür. Vetsinə, kalbasa, müəyyən ərzaqlar düzülür. Əgər ərzaqlar bir növdədirsə, bu sadə buterbrot olur. Yox, bir neçə ərzaqdan istifadə olunursa, bu mürəkkəb buterbrot olur. Buterbrot açıq, yəni açıq buterbrotlar isti və soyuq halda verilə bilər. Buterbrotu nə ilə bəzəmək olar? Təzə xiyar, pomidor, Aha. göyərti. Bir də limon. Limonla. Aha, gedin, gəl. 2 dəqiqə o gör kimin növbəsidir. Əfqanə müəllimədir, o da yoxdur dərsdə. Kimdir? 2 dəqiqə. Yeganə müəllimə, sertifikasiya. Sentyabr. Yeganə müəllimə, elədim, yeganə sözünü oradan oxuyamadım. Axır sonu gördün, yadıma düşdü ki, yəqin bu sentyabrdır. Yeganə müəllimə, deyin, görüb bağlı buterbrot haqqında nə bilirik? Bağlı buterbrotlar deməli 0,5 sm içi çörək dilimi götürülür. Hər iki diliminə də deməli yağ sürtülür. Üzərinə, yəni içinə qoyulan ərzaqlar düzülür də belə. Yeganə birini hazırda göndər bacın qurban, öyle bacın. Yaxşı. Mənim üçün. İradə müəllim. Hə, deməli üzərinə qoyulur. Bəli. Yaxşı, bəs desək ki, müəllimə, isti şəkildə verilən hansı buterbrotdur? Gözlü müəllimə, səsi bağlayın. İsti şəkildə olunan. İsti tartındır müəllimə. Həm tartin, həm də kanape. Açıq. Çünki açığa dedik axı, həm isti olur, həm soyuq olur. Hə. Yeganə müəllimə, bir dənə söz soruşum. Neçə dəqiqə əvvəlcədən hazırlanmalıdır dedik? 30 dəqiqə. Yaxşı. Narahatlıq var? Var? Verin bir də. Yox. Verirsiniz, necə istəyirsiniz? Bu çinlilər çayı nə məqsədlə istifadə edib? O mədə-bağırsaq sisteminin normal olması. Bir də sinir sistemi. Sinir sistemi. Mədə-bağırsaq böyle. Aha. Yeganə müəllimə dekabr. Yeganə müəllimə deyin görüm. Bax, biz deyirik ki, demək qızardılmış çörəkdən əldə olunur kanape, qızardılmış çörəkdən əldə olunur tartin. Bunların fərqini necə seçək imtahanda? Deməli, kanapemiz fiqurlu çörək olur, tartinin üstünə qoyulanlar isti olur. Bəli. Plus boyat sözü də var. Boyat görsəniz Kanape. Düzdür. Yaxşı. Qalınlıqlar 3 dənə qalınlıq deyin. Çörək dilimi. Açıqda 1,5 sm-dir. Deməli, bağlıda 0,5 sm-dir. Kanapedə 0,5 sm. Qəşəng, əla. Bəs deyin görüm, paştet nəyin açar sözdür? Paştet məncə tartində idi. Kanapedə. Kanape, paştet.
Qeyd. Bir dəqiqə müəllimə. Təranə müəllim qoşulmayıb dərsə. Yox. Qoşulmuşdu, bəyək var idi. Heç ümumiyyətlə nə adını çəkdim, nə də gördüm. Təranə müəllimə. Yox, videodan baxarsın. Deyin mənə görək, 17-ci əsrdə nə baş verdi? Deməli 17-ci əsrdə Holland tacirləri çayı Avropaya gəldi. Düzdür. Nə məqsədlə? İçki idi də, Çinlilər sinir sisteminin həm də mədə bağırsaq müalicəsi kimi içirdilər, amma burada isti çay kimi içki idi. Kübarlıq məqsədi ilə. Kübarlıq. Kübarlar. Bəli. İndi çıxmaq istəyən müəllimlər çıxmasın. Çünki sonda ümumiləşdirmə eləyəcəm. Bir dəfə üçün biz 5-i bitirəcəyik. Yəni necə? Burada əsrləri soruşacağam, tarixləri soruşacağam, daha sonra təhlükəsizlik qaydalarından soruşacağam və işimiz bitəcək. Bundan bitdi. Bu videonu dəfələrlə dinləyərək imtahana kimi iş görərək, qab yuyaraq, hər işin nə işiniz olarsa dinləyərək öyrənəcəksiniz. Yaxşı? Yəni çıxmaq istəyən işi varsa müvəqqəti 1-2 dəqiqə çıxıb gələ bilər. Yəni bitirir, bir dənə mövzu qalır. Deməli, müəllimə, deyin görək çayın keyfiyyəti nədən asılıdır? Yəni becərildiyi torpaqdan, növündən və iqlimdən asılıdır. Bəli, növündən, becərildiyi torpaqdan, iqlimindən, yəni iqlimin xüsusiyyətindən, yığılmasından və emalından asılıdır. Gəlsin Nuranə müəllimə xatırlasın. Nuranə müəllimə buradasınız? Çıxıb. Müəllimə burada olur. Buradasınız? Aha. Yaxşı, deyin görək. Dedik ki, Holland tacirləri çayı gətirdi nə vaxt? 17-ci əsrdə Avropaya gətirdilər. Bəs desək ki, daha sonra çay harda yetişməyə başladı? Hindistanda və İndoneziyada. Daha sonra Şirvan və Şri Lanka, ondan sonra Yaponiya, Afrika və sonra da Azərbaycana gətirdilər. Ceylon, Şri Lankada, daha sonra Yaponiyada, Afrikada, bəli. Sonra Azərbaycanda. Yaxşı, bəs desək ki, ən yaxşı çay hansı çaydır? Ən yaxşı əllə yığılan çaydır mənim. Çünki tam açmamış yığılır da bu. Çiçək kimi. Əla. Müəllimə, görün neçə saatdır dərsdəyik. Bir stəkan çay dəmləyin. İçək. Ardıcılığını deyim müəllimə. Bəli, bəli. İlk öncə avadanlıqları hazırlayırıq. Deyək ki, çaydandır, sonra fincandır. Bunları hazırlayırıq. Sonra suyu qaynadırıq. Çayındakı suyu ilə yaxalayırıq. Ölçüsünə asılı olaraq bunu çay tökürük. Sonra 3-də 2-sinə qədər su tökürük. Çayındakı qapağını bağlayıb üstünə dəsmal örtürük. 10-15 dəqiqə dəmə qoyuruq. Sonra çayındakı qaynar su ilə, yəni dəmə aldıqdan sonra qaynar su ilə ağzına qədər doldururuq. Sonra fincanlara süzülük. Yanında da zövqə görə dərin limon, mürəbbə, pamuk istəsək qoya bilərik. Sağ olun müəllimə. Bir dənə sual verim. Siz burada çaynikin qaynadılması, ilkin olaraq dedik çay qaynadılır, sonra isə həmin suyla yaxalama başlayır. Bunu dediniz mənə. Suyu qaynadırıq deyirəm, dəm çayınki yaxalayırıq deməli. Yaxayıb sonra dəm əlavə olunur, bəli. Bunu soruşurdum. Yaxşı. Oldu. Sonra keçək. Çay çox sual düşdü, yox? Buyurun, məsələn. Deyin görək mənə. Deməli, kakao deyin görək kim tərəfindən icad edildi? Kristofer Kolumb tərəfindən 1502-ci ildə Cənubi Amerikadan Avropaya gətirilib. Pomidor, yəni pomidor Cənubi Amerikadan Avropaya gətirilmişdi, həm də kakao. Hicran müəlliməcə görək. Bax, onda dedik, pomidordan. Hicran müəllimə. Deyəsən yorulmuşam. Qəhvə haqqında danışın. Deməli, qəhvə tropik bitkidir. O qəhvə ağacında zaten toxumlarıdır. Toxum şəklində də olur və üyüdülmüş formada da olur. Kim istifadə edib? Bunlardan Afrika tayfaları. Satışda necə olur? Satışda həm toxum şəklində, həm də üyüdülmüş formada olur. Qəhvəni də hazırlayın baxaq.
Deməli qəhvəni hazırlamaq üçün əvvəlcə su qaynadılır. Su qaynadılandan sonra qəhvədə deməli adam başına bir-iki çay qaşığı qəhvə götürülür və qəhvə götürüləndən sonra həmin bu qəhvə bir-iki çay qaşığı götürülür və qəhvədən qaynar su ilə yaxalandan sonra bunlar tökülür. Qəhvə hazırlanmasında deməli adam başına 1-2 çay qaşığı götürülür və 3-5 dəqiqə dəmə qoyulur. Sonra nə qoyulur? Öncə otururuq. Yenidən biraz da deməli qaynayan su doldururduq. Səsim eko verir. Su doldurulur, 3-5 dəqiqə dəmə qoyulur. Bəli. Və o süfrəyə verilərkən də bunda ancaq belə qaynama həddinə çatmır. Qaynama həddinə çatdırmır. Süd və yanında nə verə bilərik? Süd və qaymaqdır. Hə, bəli. Yaxşı, stresi aradan qaldırması üçün istifadə olunur. Bu nədir? Stresi aradan qaldırmaq üçün kakaodan istifadə edirdik. Kalorili içkiydi kakao. Yaxşı, bir nə deyincəm kalorili içki və kalorili qida nədir? Kalori içki kakaodur, qidada yumurta. Kalorili qidada bəli, yumurta. Yorğunluğu, stresi aradan qaldıran bəli, düzdür, kakaodur. Hə, oldu. Gedin, gəlsin tamam müəllimə. Tamam müəllimə buradadır. Yoxdur. Gəlsin Səbinə müəllimə. Kakao haqqında danışın. Müəllimə. Kakao. Kakao müəllimə. Kakao ağacının toxumundan alınırdı. 1502-ci ildə deməli Cənubi Amerikadan Avropaya gətirilib Kristofer Kolumb tərəfindən yorğunluğu bir də stresi götürürdü. Dəmləyin baxaq. Dəmləməsi də ki, bir dəqiqə. Deməli, müəllimə 400 stəkan süd idi, 1-2 xörək qaşığı, xörək nə idi, 1-2 çay qaşığı da kakao idi, zövqə görə də şəkər tələb olunurdu da, yəni. Südü qaynadırdıq, kakaonu, bir də şəkəri, biraz da südü əlavə edirdik. Sonra da qabı töküb qarışdırırdıq. Sonra odun üstə qoyurduq, qaynama həddinə çatdırırdıq. Bəli. Sonra fincanlara süzürdük deyəndə. Düzdür. Yaxşı, yumurtanın tərkibində hansı vitamin var? A, D, B vitamini. Çox sual düşür. Yaxşıdır vəziyyət, kritikdir. Yaxşı, yox, mən əladır. Laura müəllimə, gəlin. Gedib, Laura müəllim, getmisiniz? Buradasınız? Yumurtanın tərkibində nələr var idi? Qida maddəsi kimi. Yağ idi, kalsium idi, fosfor idi, dəmir idi, vitaminlər idi, A idi. Nəyə görə deməli biz bilirik də ev quşları olaraq hündüşkadır, qazdır, ördəkdə istifadə olunur toyuq. Nəyə görə əsasən toyuğa üstünlük verilir yumurtasına? Əsasən nəyə görə üstünlük verilir? Zərərli mikroorqanizmlərdən. Bəli. Zərərli olan mikroorqanizmlərə qarşı yoluxmaya daha çox meyilli olurdular. Əsasən də bu testdə düşür ki, toyuq yox yumurtalarında. Bəs desək ki, yumurtalar neçə qrupa bölünür? 2 pəhriz, bir də mətbəx yumurtası. Günləridir? Hə. Yumurtası 5 gün idi, mətbəx də 30 gün idi. Yaxşı, tərcüm müəllimə gəl. Tərcüm müəllimə, buradasınız, çıxmısınız? Hə, mən sizə bir dənə sual verəcəm. Buna düz cavab versən yenə sənə bir dənə ürək ataram, əks halda atmaram. Bax, startda gözləyirik. Denən ki, deməli, yumurtanın keyfiyyətini həm suda yoxla, həm işıqda. Amma orada bir nüans var, onu gözləyirəm. Keyfiyyət dedikdə bir stəkan suya bir çay qaşığı, bir xörək qaşığı duz əlavə edirik, yumurtanı əlavə edirik, təzə yumurta tökür,
yararsız yumurtadırsa üzdə çıxır, amma uzun müddət saxlanmış yumurta isə, yəni içində üzr ortada qalır. Bir də işıq var idi. İşıqdakı işığa tutduqda yumurtanı içi ağı aydın, sarısı bulanıq görünür. Amma yararsız yumurtanın isə heç bir, yəni içi daxili görünməməlidir. Onu demirdiniz. Yəni yumurta suda keyfiyyət idi, amma yumurtanın işıqda isə yararsız olmağı idi da. O fərq. İşıqda tuturamsa, əksinə, işıqda tuturamsa keyfiyyət məsələsi var. Suda varsa yararsız. Misal üçün sən deyə bilər ki, suyun üzündə yumurta qalırsa, nəcür yumurtadır? Cavabı varianta bax. Uzun müddət qalmış, keyfiyyətsiz, yararsız, sağlam, yaxşı yumurta. İndi bax, iki dənə variantın ikisində deyir ki, birində keyfiyyət var, keyfiyyətsiz var, birində də var yararsız. İndi hansını seçərsən? Yararsız seçərəm. Bəli, suda varsa yararsız söhbətidir, amma işıqda varsa bu keyfiyyət məsələsi. Keyfiyyət artıq sıfırdır. Belə, bəs desək ki, iki dənə sual verdim. Biraz geniş sual oldu. Hə, yaxşı. Yaxşı. Bir dənə yumaq üçün litrdə de get. 1 litr suya 2 xörək qaşığı çəni soda. Yaxşı, get. Gəlsin Gültəkin müəllimə. Gültəkin müəllimə gecə təzyiqimizi qaldırsın. Bir dənə qaynatma yumurtası bişirsin bizə. Hanı Gültəkin müəllimə yoxdur? Varam, buradayam. Buradasın. Hə, ay Allah, düz gözüm qanad. Gözüm görmür da müəllimə. Hə, deyin görək. Hə, deməli qaynatmaq üçün axar suyun altında fırça ilə onu yoruruq. Sonra yumurtanı. Sonra suda qaynadırıq da. Deməli 3 cür olur. İlıq, yarı ilıq, bir də ki bərk yumurta. Yarı ilıq, bir də bərk. Deməli suda qaynadanda ona bir çay qaşığı duz qatırıq ki, çatlamasın. Sonra bişmə dəqiqələri də var ki, deməli ilıq yumurta 3 dəqiqə, yarı ilıq, yarı bərk yumurta deməli 4-5 dəqiqə, bərk yumurta isə 8-10 dəqiqə. 8-10 bərkdir. Yarı ilıq, yarı bərk 4-5-dir. İlıq 3-dür. Yumurtanın da çatlamaması üçün ümumiləşdirmə eləmə düz deyilmisiniz. Duzdan istifadə olunur. Bir çay qaşığı. Tez soyulması üçün soyuq sudan istifadə edirdik. Bir də ki, yumaq üçün də dediyimiz kimi 1 litr suya 2 xörək qaşığı çay sodası əlavə olunur və bu yuyulur və axar suda da fırça vasitəsilə də yuyulma prosesi olur. Deməli, müəllimə, siz bir də deyin görək, qayğının hazırlanmasında bəzləmək üçün də istifadə olunur. Qayğının hazırlanmasını deyim. Deməli, 2 yumurta götürülür adam başına, 10 qram yağ, yağ tavada qızdırılır, sonra yumurta tavaya vurulur, ağı bişənə qədər bişir. Ağı bişənə qədər bişir, sonra süfrəyə verəndə ona şüyd və cəfəri ilə bəzədilir, süfrəyə isə təzə pomidor, xiyarla verilir. Səmxarə müəllimə, İlahə müəllimə, gəl. İlahə müəllimə. Qayğanaq bişir baxım. Deməli, adam başına 2 yumurta, 10 qram çörək yağı, əvvəlcə yumurta yuyulur, daha sonra isə yumurta qızdırılmış tavada sındırılır, sarısı yəni tərpənmədən bişirilir 2-3 dəqiqəyə. Bişirildikdən sonra yanına cəfər və şüydlə bəzənir, yanına isə təzə pomidor və xiyar verilir. Omletin resursu? Omlet 2-3 yumurta, 3 xörək qaşığı süd, bir də 1 xörək qaşığı un. Günəş müəllimə var. Başlayırız. Danışıq, qarışıq və mən deyəsən Zaret kompüterin yox ha. Mən deyin görək, omletdən, içi doldurulmuş və qarışıq omlet haqqında danışaq. Deyirik ki, deməli,
Əgər ki, malətinin kalbasanın üzərinə yumurtanı bərkəli əlavə edib sobada bitirirdisə, bu qarışıq omlet idi. Amma ki, bunu deməli qutmaq şəklində qatlayırdıqsa, bu o zaman içi doldurulmuş omlet olurdu. Aha. Omletin resursu? Omletin resursu deməli 2-3 dənə yumurtaydı, 3 xörək qaşığı un idi, yox süd idi, 1 xörək qaşığı un idi, zövqə görə də duz idi. 2-3 yumurta, 3 qaşıq un, 1 qaşıq süd. Bəs desək ki... Yox, 3 qaşıq süd, 1 qaşıq. Hə, 1 qaşıq da un, bəli. Bəs desək ki, soyuq qalyanaltı nədir? Nədir? Soyuq varsa salat və omletdir. Salat və omlet yazılmışdı kitabda. Deməli, gəlsin Qərənfil müəllimə. Qərənfil müəllimə deyin görək. Deməli, yumurtadan qənnadı məmulatlarının, yəni nəyin hazırlanması olur? Qənnadı yumurtadan, qənnadı dedikdə nə nəzərdə tutulur? Qərənfil müəllimə yoxdur? Yox. Miryə müəllimə desin. Miryə müəllimə desin. Yoxdur. Mehri müəllimə desin. Nə dedim müəllimə? Yumurtadan qənnadı məmulatlarının... Hardasa test edin. Yumurtadan qənnadı məmulatlarının hazırlanması deyən nə idi o? Qənnadı məlumatların hazırlanmasında necə oldu? Tort və şirniyyatlar. Tort, şirniyyatlarda olur. Soyuq desək, soyuq qaynanaltı desək. Soyuq qaynanaltı deyəndə xörək. İndi deyək, Günəş müəllimə indi dedi. Soyuq varsa qalyanaltı olaraq. Salatlarda salat və omlet. Bəli, salat və omlet. Yumurtanın əgər suda yoxlayıramsa, bir stəkan 1 xörək qaşığı duz əlavə edib, yumurta üzdədirsə, nə cür yumurta sayılır? O yararsız yumurtadır müəllimə. Bəs işığa tutanda hər bir hissəsi qara görünürsə? Deməli, işığa tutanda yumurta təzədirsə, baxdıqda ağı aydın, sarısı isə çətinliklə görükür. Hə. Kəmalə müəllimə, deyin görüm 16-cı əsrdə nə olub bu kitabda? 16-cı əsrdə ortalarında pomidor. 16-cı əsrdə 17-də nə olub? 17-də çay. 18-də nə olub? 18-də də muncuq. Alman dilindən nə götürülüb bu kitabda? Alman dilindən Şöhrəbir, Belstar. Bir də buterbrot. Hə. Belə biraz da təhlükəsizlik qaydasından sual verim. Heç Fidan müəllimə heç sual düşməyib. Fidan müəllimə heç görməmişəm. Yerdə qalan bir dənə sual düşən müəllimlərdə yəqin ki, üzürlü sayar. Çünki səvatlar da dərsdəyəm artıq deyəsən vəziyyətim yaxşı deyil. Bir Fidan müəlliməyə sual verim. Fidan müəllimə deyin görək, drellə işlədiyimiz zaman əl və mexaniki dreldə verstaqın üzərinə qoyuruqsa, necə qoymaq lazımdır? Necə qoymaq lazımdır verstaqı? Səsiniz gəlmir. Danışmırsınız? Danışırsınız, səsiniz gəlmir. Yaxşı, istəyirsiniz çıxın bir də, gəlin. Gözləyirəm. Ümid edirəm ki, öyrəndiniz 5-ci sinif, öyrəndiniz yoldaşlar. Yoxsa öyrənmədiniz? Əla, qəşəng. Super. Xeyli təkrar oldu da, Müəllimə, Verstaq da Alman dilindən tərcümədə imarətxana demək deyil. Bəli. Yoldaş demişdi. Gəldi Fidan müəllimə. Hə. Fidan müəllimə. Yaxşı, deyin görüb. Səsin gəlir mi? Hə, gəlir. Əl və mexaniki drellə işlədiyimiz zaman dreli verstaqın üzərinə necə qoymaq lazımdır? Demək, söndürülmüş vəziyyətdə demək
dəqiqə deyəcəm. O hissə yadındadır. Belə ki, özümüzdən qırağa qoymaq lazım idi də. Özümüzdən irəli olmaqla bəli qoymalıyıq. Bəs desək ki, deməli, rəndənlə işlədiyimiz zaman rəndəni necə qoymaq lazımdır Verstapın üzərinə? Dülgər alətlərini. İşləyən zaman... Yox, işləyib bitirdikdə. Hissəyatında deyil. Yan üstə. Yan üstə. Bəs desək ki, mişarlarla işlədiyimiz zaman nə etməliyik? Bəs nə cür qoymalıyıq? Təhlükəsizlikdən mən zəifəm. Axı mən bunların hamısını bir həftədir mən danışıram, nə bilim. Deyir ki, o da özümüzdən kənara olmaqla qoyulur. Yaxşı deyil, görüm texnologiya hansı sözdən götürüldü? Yunan sözündən, qədim Yunan sözündən texniyə, sənət ustalıq, logos öyrənmək. Drenaj hansı sözdən götürüldü? Drenaj fransız idi. Emalatxana hansıdır? Emalatxana Alman idi. İtalyanlar pomidor neçənci əsrdə hardan hara gətirib? Demək, 16-cı əsrin ortalarında Cənubi Amerikadan Avropaya. Bizi dəqiqə hamıya verməmişəm, o sual bir dənə sizə qalıb yəqin ki. Deyir ki, isti yaylarında həm qəhvə, həm kakao, həm də çayın içilməsi nə cür içilir, yəni nə cür verilir? Soyuq alın. Yox da, hərəsinin də özünün məlumatı var axı. Soyuq, orada buzlu, soyuq. Buzlu qəhvə idi, limonlu və buzlu, soyuq çay olurdu. Soyuq da təbii kakaodan istifadə olunur. Yəni limonla buz varsa soyuq çaydır. Təkcə soyuq varsa kakaodur. Təkcə desək ki, isti, deməli buzlu qəhvə, yəni verilirsə, bu da dediyimiz kimi nədir? Qəhvə. Soyuqlucu kakao. Müəllimlər, belə. Ümid edirəm öyrənmisiniz videonu. Yenə yükləyəcəm, baxarsınız, öyrənərsiniz. Sağ olun. Sağ olun.